mouse və klaviaturanı qoşmaq üçün Yaxşı. istifadə olunur. Bunlar Klaviatura. video, görüntünü təmin etmək üçün lazım olan portumuzdur. Projektordur bunları. Proyektorda da bəli istifadə olunur. Bunlar 1, 2, 3, 4 dənə bizim USB portlarımızdır. Bunlara Bəli, normal USB portlarımızdır. Bu LAN portudur. Bu sırf internet kabelini taxmaq üçün, bəli, RJ45-i taxmaq üçün istifadə olunmuş olur. Daha sonra bunlar qulaqcıq və sən deyən səs ucaldanları taxmaq üçün istifadə olunan bizim portlarımızdır. Bunların adı port adlandırılmış olur. Burada bizim video kartımız, səs kartımız, şəbəkə kartımızı yerləşdirmək üçün lazım olan yuvalarımızdır. Aydındır. Bu bizim şimal qütbümüzdür. Bu da bizim cənub qütbümüzdür. Bu bizim prosesorumuzdur. Prosesor üzərində hansı yaddaş yerləşir? Registr. Prosesorun yuvası nə adlanmış olur? Soket adlanır. Bəli. Daha sonra burada hansı yaddaşımız yerləşir? RAM yaddaş. RAM yaddaş necə yaddaşdır? Yaddaşların enerjiden asılı Asılı, bəli. müvəqqəti yaddaşdır. Operativdir. Əməlidir. Ay sağ ol. RAM-ın yuvası nə adlanır? Slot adlandırılmış olur. Bəli. RAM ilə prosesor arasında yerləşən yaddaş hansı yaddaş idi? Q, E, Ş. Keş yaddaş. Bəli. Keş yaddaş yerləşir. Keş yaddaş müvəqqəti yaddaş idi, daimi. Müvəqqəti yaddaşdır, bəli. Sonra bir dəqiqə birinci mədən. Bizim ən sürətli yaddaş qurğumuz bunun üzərində yerləşən. Registr yaddaş bizim ən sürətli yaddaş qurğumuzdur. Tamam mı? Baba oldu bizim ana platamız. Bu da bizim BIOS'umuzun batareyasıdır. Bir də ana lövhənin üzərində portlar yerləşirmi? Yerləşir, bəli. Ana lövhənin üzərində şəbəkə kartı yerləşirmi? Səs kartı yerləşir. Video kart yerləşir. Kartlarımız yerləşir. Ana lövhənin üzərində bizim yuvalarımız da yerləşir ki, hansılar ki, bu yuvalara RAM-ı və yaxud da şəbəkə, səs, video kartı yerləşdirmək mümkün olsun. Tamam mı? Bu oldu bizim ana lövhəmiz. Ana lövhələri dediyim kimi fərqli ola bilər. Hansılar ki, bunlar da bizim notebookların ana lövhələridir.